özünün bir totalitarlaşması var. Cəmiyyətin özünün ayağında buxova çevrilib, əziz tamaşaçılar. Yəni, cəmiyyət özünü sanki tormozlayıcı vasitəyə çevrilib. Yəni, özümüzü danışma deyə təşviq edirik. Nə danışıb ki? Gömrük komitəsindən danışıb, kənd təsərrüfatından danışıb, nə bilim, baş verən hadisələrdən, qanunsuzluqlardan da danışıb. Mənim o dərəcədə böyük imkanlarım yox idi. Tam qulaq asa bilmirdim. Amma dinlədiyim qədərilə mədəniyyətindən tutmuş, o televiziyalardakı şou proqramından tutmuş, etiraz eləyirdi, ürəyi yanırdı, ürəyi dağılırdı. İndi tamaşaçılar yazırlar ki, Əvəz bəy, sən həyəcanlanma, sən əsəbləşmə, sən gərginləşmə, gərilmə. Elə də deyirlər. Yəni, xəstələrimiz var, ölənlərimiz var. Yəni, necə xəstə, laqeyd qalın ki, həbs olunanlarımız var. Hamımız bir parça ölürük, hamımız parça həbs olunuruq, hamımız parça. Yəni, axı, necə laqeyd olmaq olar belə şeylərə? Necə laqeyd olmaq olar? Çox asanlıqla, yəni, Vüqar Tofiqoğlu Ramiz Mehdiyevə görə tutulub. Ramiz Mehdiyev işinə görə tutulub. Necə yazmaq olar? Necə yazmaq olar? Mən bunu anlamıram. Necə yazmaq olar? Bu cəmiyyəti, bu ölkəni hara aparırsınız? Hara aparırıq, əziz mətbuat həmkarları? Bugün iplər sizin əlinizdədir. Hara aparırıq amma? Vüqar səhərdən axşama, axşamdan səhərə, bağıra-bağıra, çığıra-çığıra Mehdiyev komandasının nə iblisanəliklər elədiyini danışan Vüqar deyildimi? Vüqar necə Ramiz Mehdiyev işinə görə tutula bilər? Çamurat izi qalsın, eləmi? Mən məhkəmə qərarı deyirlər, amma hələ ortada bir məhkəmə qərarı yox, hələ biz heç nə bilmirik nədir. 2 gündən sonra bir dənə özür istəyirəm. Xırda bir açıqlama verdilər 182.2.4. Mən açıqlayacağım 182.2.4 nədir? O vaxtda geniş təfərrüatını da verəcəm. Amma ona qədər mətbuatda bir açıqlama getdi. Baxın, nə yazırdı? Yazırdı ki, məhkəmə qərarında, bu mediada bunu tirajladı. Məhkəmə qərarında qeyd olunur ki, Vüqar Məmmədovun rəhbərlik etdiyi televiziyadakı, yəni Hürriyyət TV-dəki çıxışları sosial gərginliyi artırmağa və dövlət orqanlarını gözdən salmağa xidmət edirmiş. Buna görə də həbs olunur. Sosial gərginliyi artırmağa və dövlət orqanlarını gözdən salmağa ittihamı, o ittihamı mətbuatın yazması totalitar cəmiyyətin, nasist cəmiyyətinin əlamətləridir. Çox təhlükəlidir, əziz tamaşaçılar, əziz media əhli, əziz media. Bunu eləyənlər, indi medianın ipini əlində tutanlar, indi medianın hakimi olanlar, bir zamanlar Mehdiyevin stolunun başında oturub, hər cümə günü Mehdiyevin böyük, əzəmətli çıxışlarının nəticəsində öz işini quranlar. Nə edirsiniz siz? Nə deməkdir? Sosial gərginliyi artırmağa və dövlət orqanlarını gözdən salmağa hesaplanan çıxış nə deməkdir? Siz bilirsinizmi ki, bu iddia ilə, bu ittihamla hamını və hər kəs həbs etmək mümkündür? Siz onu bilirsiniz. Hər kəsi həbs etmək mümkündür. Cəmiyyəti hara aparırıq? Bu gedişlə sabah oğul gələcək məhkəməyə, qız gələcək istintaq orqanına, polisə, deyəcək ki, mənim anamla atam axşam belə danışdılar. Hitlerin cəmiyyətində də belə idi. Yazdı, bir ana yazdı ki, bir valideyn yazdı ki, mənim uşağım anadan olub, bu uşaq da əlildir. Mən istəmirəm Hitlerin əlil övladı olsun. Gənc Hitler ki, əlil ola bilməz. 1938-ci ildə ağlına batdı Hitlerin 8 milyon alman öldürdü. Bütün əlil, şikəst almanları öldürdü. Bir xəstə ruhla ki,
olmaz. Əlil alman olmaz. Alman sağlam olmalı. Ne eləyirik biz? Ne deməkdir dövlət orqanlarını gözdən salmaq iddiasından adam həbs eləmək? Necə ola bilər bu? Biz bunu necə eləyə bilərik? Əziz tamaşaçılar, əziz media əhli, əziz insanlar. Hara aparırıq biz bu cəmiyyəti? Sabah hamının qapısı döyüləcək. İstənilən insanı sən dövlət orqanlarını gözdən salmağa cəhd eləyibsən, ittihamından həbs eləyə bilərlər, əgər vüqarı belə tuturlarsa. Ümumiyyət olmasın, JEK müdürlərini tənqid eləmək mümkün deyil. JEK müdürünü tənqid eləyəcəksən, gəlib deyəcəklər ki, dövlət orqanını gözdən salırsan. Hələ uzaq neçə il bundan əvvəl, 2015 ya 2016 idi, mən onu bir neçə dəfə danışmışam, Rüstəm Usubov, o məni çağıranda o məsələni mənə demişdi ki, hakim komandanı ifşa edən materiallar dərc eləmək olmaz. Hələ o zaman bu mənə qəribə gəlmiş ki, belə şey mi olar? Necə olar bu şey? Mən